Herkese salam. Uzun aradan sonra Go videolarını çəkməyə davam edirəm. Bu playlistdə başqa bir playlist olaraq bunu paylaşacağam və e, mövzumuz data strukturları və alqoritmlər olacaq. E, Bu mövzu haqqında bir giriş vermək istədim bu videoda ki, niyə data strukturları və alqoritmləri öyrənməliyik? Bu playlist özündə nələri əhatə eləyəcək. Belə deyim, nəinki yerli bazarda, hətta qlobal bazarda, beynəlxalq bazarda Google, Amazon, Netflix, Uber kimi şirkətlərdə Go geniş istifadə olunur və bu şirkətlər üçün bunların intervyu proseslərində və hətta bizim yerli şirkətlərində intervyu proseslərində data strukturları və alqoritmlər çox kritik bir mövzudur. Mən bu məsələyə bir balaca fərqli cür yanaşıram. Mən alqoritmlərin əzbərlənməli olduğunu düşünmürəm. Ölkədə yerli şirkətlərdə açığı bunu bəzən tələb eləyirlər. 2026-cı ildə yaşayırıq və AI elə bir səviyyəyə gəlib çatır ki, artıq bizim oturub bu falan alqoritmi necə yazaq üzərində saatlarla düşünüb və yaxud da onları əzbər bilib istifadə eləmək mənə açığı məntiqsiz gəlir. Amma bazar bunu tələb eləyir, yəni bilməyə məcburuq. Əgər job offer almaq istəyiriksə, yəni hansısa bir şirkətdə çalışmaq istəyiriksə, bunun fərqi yoxdur, yerli və yaxud da xarici şirkət. Ona görə də mənə görə proqramlaşdırmanın olmazsa olmazıdır və alqoritmləri yazdıra bilirik, amma data structure-ları məcburi şəkildə başa düşməliyik. Çünki alqoritm belədir ki, sən məsələn bir data strukturunun içərisində nəsə axtarırsan, tamam bu axtarmanın metodikasını AI-da, internetdə falan axtarıb istifadə eləyə bilərsən. Amma data strukturları belə bir mövzudur ki, sənin yazdığın koda bir performans qatır. Yəni sən ehtiyacına uyğun olaraq hansı data strukturu seçməli olduğu, hansı tip data strukturların var olduğunu məcburi şəkildə bilməlisən ki, effektiv və performanslı kod yaza biləsən. Əzbərçiliyə ehtiyac yoxdur. Çünki zaten əzbərləməklə yadda qalan bir şey deyil. Məlumatlı olmalıyıq. Nəyin bizə harda, hansı effekti verdiyini bilməliyik və yeri gələndə onu istifadə eləməliyik. Yəni nəyi istifadə eləyəcəyimizi bilməliyik. Onu artıq koda tökmək yenə eyni fikirdəyəm. AI bu mövzuda bizə kifayət qədər sürətli, bir neçə yəni saniyə ərzində deyək də, yəni saniyələr ərzində bizə bunu generate eləyib verə bilir. Data structure və alqoritm mövzusunu biraz belə başa düşə bilərik. Analogiya verəsi olsaq, mən bunu o dixaniya dediyimiz şeylə daha çox bağlayıram. Yəni bir atlet, yəni qaçışçı, yəni qaçan adam, professional qaçışla məşğul olan adam, biraz daha düzgün ifadə eləyək. Necə yəni uzun məsafələri qaça bilir və yaxud da necə sürətli qaça bilir? Bunda vərdiş yaranır. Məsələn, o birinci dəfə qaçanda 1 saat qaça bilirsə, məsələn, ikinci, üçüncü dəfədə artıq onun o nəfəsi, ağciyəri ona imkan verir ki, o daimi artıq onda vərdiş yaranır. Ona imkan verir ki, o məsələn 1 saat yox, 1 saat 15 dəqiqə qaçsın. Daimi 1 saat 15 dəqiqə qaçandan sonra 1 saat yarım qaçsın. Bu data structure alqoritm mövzusu da biraz belədir. Nə qədər aktiv istifadə eləyirsən, bununla məşğul olursansa, o qədər beynimizdəki bu haqqda məlumat, bu datalar clear olur, yəni təmiz olur, yəni yerində olur. Sürətli şəkildə xatırlaya bilirik. Yox, uzun müddətli istifadə eləməyəndə istər-istəməz yadımızdan çıxır və o şeyləri sürətli istifadə eləyə bilmirik. Bu playlist özündə nəyi əhatə eləyəcək? Data strukturlarından danışacağıq, onların
növlərindən, yəni typelarından danışacağıq. Data strukturlarının tarixindən danışacağıq. Məsələn, belə bir nümunə verim. İndi bilənlər başa düşər, bilməyənlər növbəti videolarda, çəkdiyim videolarda baxanda tam olaraq anlayacaq bu mövzunu. Məsələn, linked list var. Linked listin tipləri var. Səhv eləmirəmsə single line idi. Linked list operation types. Məsələn, linked listin üst tipi var. Single line linked list var, double line linked list var, circular linked list var. Yəni bunlar ardıcıl olaraq ehtiyaclara nəzərən özünü inkişaf elətdirib, yəni biraz daha genişləndirilmiş data strukturu deyil. Linked list sonda linked listi eyni məqsədə xidmət eləyir, amma tiplərə uyğun olaraq biz performans əldə edirik. Bu arada performans dediyimiz şey də nədir? Onun haqqında danışacağıq və hətta bu videodan sonrakı ilk giriş mövzumuz alqoritmik analiz olacaq. Yəni biz bir data tipini nəyə əsasən seçirik? Onda istifadə elədiyimiz axtarış və yaxud da data üzərində gəzmə, datanı silmə, data əlavə eləmə funksiyonallıqlarını analiz eləyirik ki, yəni bunun hansı daha performanslıdır və ən performanslını seçməliyik və bu nəyə əsasən ən performanslıdır, buna necə qərar veririk, bunu alqoritmik analiz mövzusunda danışacağıq və bu videonu çox uzatmayım. Son olaraq bunu deyim ki, biz bu playlistin içərisində böyük şirkətlərin intervyularında düşən kompleks alqoritmalar, data strukturları, onların tarixçəsi, yəni nəyə ehtiyac olub ki, bunu biraz daha genişləndirməli olublar tarixdə. Yəni ən bəsitindən ən kompleksinə doğru gedəcəyik və nümunələri əlimdən gələn qədər sadə şəkildə izah eləməyə çalışacağam ki, bu videoya baxanların hamısında yəni beynimizdə tam olaraq otursun ki, bu nəyə xidmət eləyir. Mövzumuz ümumi olaraq bu olacaq. Növbəti videoda görüşərik. Çox sağ olun.